7 iyun 2026-cı il tarixində Bakı şəhərində yerləşən Su Səsi restoranında Azərbaycan səhiyyəsinin tanınmış nümayəndələrindən əslən Zəngilan rayonundan olan Tofiq Şıxəliyevin doğum günü münasibətilə möhtəşəm tədbir keçirilib. Səmimi və xoş ovqat şəraitində baş tutan mərasimdə səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri, media təmsilçiləri, yaxın dostlar və ailə üzvləri iştirak ediblər. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra qonaqlara Tofiq Şıxəliyevin həyat və fəaliyyət yolundan bəhs edən video material təqdim olunub. Bugün Cənubun Səsi kollektivi ilə birlikdə daha bir film təqdimatını həyata keçirdik. Həm də bu günləri film təqdimatını keçirdiyimiz şəxsin Tofiq Şıxəliyevin doğum günüydü. Təbii ki, Tofiq Şıxəliyev Azərbaycan səhiyyəsində tanınmış insanlardandır. Film ərsəyə gəlməyində bizim kollektivin həqiqətən çox böyük zəhməti və uğuru olmuşdur və filmin adını isə Tofiq Şıxəliyev özü qoyub, Vərəqlənən ömür. Tədbirdən göründüyü kimi də tədbir iştirakçıları və qonaqlar və həmçinin də yubilyarın özü filmi çox bəyəndi. Arzu edirəm ki, Tofiq Şıxəliyevin simasında olan bütün insanların həyat fəaliyyəti çox zəngin və geniş olsun. Tofiq Şıxəliyevin həyat və yaradıcılıq yoluna həsr olunan sənədli film iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Filmdə yubilyarın uşaqlıq və gənclik illəri, peşə fəaliyyəti, səhiyyə sahəsində qazandığı uğurlar, həmçinin onu yaxından tanıyan insanların fikirləri yer alıb. Tədbirdə söz alan Bakı şəhərində fəaliyyət göstərən Memorial Hospitalın təsisçisi Mahir həkim Tofiq Şıxəliyevin səhiyyə sahəsindəki xidmətlərindən danışaraq onun peşəkarlığını və insanlara olan qayğıkeş münasibətini yüksək qiymətləndirib. Memorial Hospitalın baş həkimi Kəmalə Həkim isə yubilyarın həm həkim, həm də insan kimi nümunəvi keyfiyyətlərə malik olduğunu vurğulayıb. Böyük şərəfli bir həyat yolu keçir. Azərbaycanın dilbər şüşəsi olan Zəngilan rayonunda dünyaya göz açır. Yaşadığı, oxuduğu, yaşadığı dövrlərdə özünə məxsus bilik və bacarığı ilə hörmət qazanıb. Bu hal-hazırki günə qədər də bizim millətin keşiyində, sağlamlıq keşiyində dayanır və onun bilik və bacarığı insanlarımızın sağlamlığına xidmət göstərir. Mən Tofiq həkimin bu gündən sonra qalan ömrün də şərəfli keçməsini gözəl Rəbbimdən diləyirəm. Ona can sağlığı, uzun ömür, şərəfli yol arzulayıram. Tanınmış psixoloq, tibb elmləri doktoru Rəşid müəllim çıxışında Tofiq Şıxəliyevin cəmiyyət arasında qazandığı hörmət və nüfuzdan bəhs edib. O bildirib ki, insanlara göstərdiyi diqqət və xeyirxahlıq Tofiq Şıxəliyevi ətrafındakı insanların sevimlisinə çevirib. Daha sonra yubilyarın yaxın dostları Zöhrab, Seyfullah, Xudaverdi, Camal, Şahin və Elşad çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, səmimi təbriklərini çatdırıblar. Çıxış edənlər Tofiq Şıxəliyevin dostluğa sadiq, mərd və vətənpərvər bir insan olduğunu qeyd ediblər. Tədbirdə çıxış edən Ulus TV Az Xəbər portalının təsisçisi və baş redaktoru Şamil Cəfərov da yubilyarı təbrik edərək ona yeni uğurlar arzulayıb. O, Tofiq Şıxəliyevin uzun illər ərzində qazandığı hörmətin təsadüfi olmadığını, bunun zəhmətin, peşəkarlığın və insanlara xidmətin nəticəsi olduğunu bildirib. 20 il öncə bizim tanışlığımız olub, artıq bu gündə bizim o tanışlığımız, dostluğumuz davam edir. Mən Tofiq həkimə arzularım. Tofiq həkimə həyata can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi, saadət, bundan ömrüdə xoş günlər keçirsin, həmişə ailəsinin başında olsun. Gün o gün olsun, bizim bu kollektivinə, buraya yığışan bütün məclis işçilərinin hamısı bir yerdə onun 100 illiyini qeyd edək. Mərasimin təşkilatçısı Vərəqlənən ömür sənədli filminin ideya rəhbəri və ssenari müəllifi, Cənubun Səsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev çıxışında Tofiq Şıxəliyevin həyat yolunun gələcək nəsillər üçün örnək olduğunu qeyd edib. O bildirib ki, belə insanların həyat və fəaliyyətinin sənədli filmlər vasitəsilə ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət daşıyır. Mərhəmət Lələyev yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür və yeni nailiyyətlər arzulayıb. Tədbir iştirakçıları yubilyarın ünvanına xoş sözlər söyləyərək onun cəmiyyət üçün gördüyü işləri yüksək qiymətləndiriblər. Canım babam, sənə ad günü münasibətilə təbrik edirəm. Sən bizim ailəmizin ağsaqqalı, böyüyü, qiymətli birisən. Bütün etdiyin yaxşılıqlara görə sənə çox sağ ol.
Can babama ad günü mübarək. Sən mənim üçün çox dəyərlisən. Hər zaman yanımda olduğun üçün və mənə sevgi və dəstək verdiyin üçün sonsuz təşəkkür edirəm. Allah sənə uzun ömür, can sağlığı nəsib etsin. Üzündən təbəssüm əksik olmasın. Yaxşı ki varsan, səni çox sevirəm. Sonda söz alan Tofiq Şıxəliyev tədbirin təşkilatçılarına, sənədli filmin yaradıcı heyətinə və bütün qonaqlara dərin təşəkkürünü bildirib. O, göstərilən diqqət və qayğının onun üçün böyük mənəvi dəyər daşıdığını vurğulayıb. Musiqili proqram tədbir iştirakçılarına xoş anlar yaşadaraq gecənin yadda qalan olmasına səbəb olub. Mən atamı təbrik edirəm. Ata mənim üçün müqəddəsdir. Mənim atam həmişə bizim üçün dayaq olub. Həmişə bir valideyn kimi bizim borcundan yerinə yetirir. Atam mənim üçün həm də bir dost olaraq ki, mənlə dost olur. Ona görə mən atama həmişə Allahdan arzu edirəm ki, ona can sağlığı, birinci sağlam ömür arzu edirəm. İkinci də ki, həmişə bizim yanımızda olsun. Nə yaxşı ki varsan, ata, səni təbrik edirəm. Həmişə bizim yanımızda ol.